Getdik indi voleybol idman oyununun izahına və oyun qaydaları. Müəllimlər, diqqətli olun. Voleybol idman oyunu müəllimlər. Dünyada voleybol idman oyunu. Bircə saniyə qoy bunu parazlayayım ki. Müəllimlər, yadınızda saxlayın. Voleybol idman oyunu dünyada 1895-ci ildə yaranır. Dünyada yaranması 1895-ci ildir və ABŞ-da yaranır. ABŞ-da. Yəni, Amerika Birləşmiş Ştatlarında yaranır. Amerikada yaranır. Və voleybol sözünün mənası uçan top deməkdir, müəllimlər. Uçan top. Aydındır, uçan top demək. Yəni, çox idman oyunlarında, məsələn, adlarının mənası var. Futbolda var, handbolda var, ondan sonra badmintonda var. Burada da nə olacaq? Voleybol sözünün mənası uçan top deməkdir. 1895-ci ildə dünyada yaranması və Amerikada yaranmışdır. Amerikalı fiziki tərbiyə müəllimi William Margon tərəfindən yaradılmışdır və ilk adı Mintonetto olmuşdur müəllimlər. İlk adı Mintonetto olmuşdur, yadınızda saxlayın. Aydındır? İlk adı Mintonetto olmuşdur və 1952-ci ildə Mintonetto adı voleybol adı ilə əvəz edilmişdir. Yəni 1952-ci ildən bəri adı nə olmuşdur? Voleybol olmuşdur. Aydın oldu. Yadınıza saxlayın müəllimlər. Avropa və Dünya çempionatı 2 ildən bir keçirilir. Aydındır? 2 ildən bir Avropa və Dünya çempionatı keçirilir. Aydın oldu müəllimlər burada. Bura qədər kimin sualı varsa buyursun. Müslüm müəllim, Vasif müəllim, kimin sualı varsa buyursun. Murad müəllim. Sual yoxsa qəşəngdir. Müəllimlər, yadınıza saxlayın. Voleybol meydançasında, gəlin birinci sizə voleybol meydançasının enin uzunluğunu izah edin. Meydançanın uzunluğu müəllimlər, bax, yəni uzunluq bu hissədən geçir. Uzunluğu nə qədərdir? Uzunluğu 18 metr təşkil edir. Aydındır, uzunluğu 18 metrdir. Eni isə, yəni bu hissəsi nə qədərdir? 9 metrdir. Yəni, sizə sual düşər ki, voleybol idman oyununda meydançanın eni uzunluğu nə qədər təşkil edir? Uzunluğu 18 metr, eni isə 9 metr təşkil edir. 9 metr təşkil edir. Və komandanın birində meydançanın bir hissəsi, yəni meydança 2 bərabər hissəyə bölünmüş. Əgər hansısa idman oyunlarında meydança 2 hissəyə bölünürsə, müəllimlər, 2 hissəyə bölünürsə, yadınıza saxlayın ki, bunun hər ikisində də meydança bərabər bölünür. Aydındır? Yəni qeyri-bərabər ayrılana bilməz. Bərabər. A komandası üçün 9x9-dur. Yəni 9 metr bunun uzun hissəsidir, 9 metr də en hissəsidir, müəllimlər. Məsələn, B komandası üçün də uzunluq hissəsi 9-dur, en hissəsi də 9 metr təşkil edir. Aydındır? Yəni, sizə sual düşər ki, voleybol idman oyununda meydançanın bir tərəfi neçə metr təşkil edir? Bir tərəfi 9x9-dur, yəni 9-un 9-adır. Ümumi meydançanın uzunluğunu soruşsa, bəli, bu 18x9-dur. Çünki meydançanın eni dəyişmir, uzunluğu da 1 və 2 komandaya görə dəyişir. Yəni, ümumi oyun ərzində soruşursa, bu 18 götürür. Eni yenə də 9 metr, en hissəsi. Amma sizdən bir komandanı soruşsa ki, bir komanda üçün meydançanın eni uzunluğu nə qədərdir? Bu zaman olur 9x. 9x nə? Yenə də 9. Aydın deyil müəllimlər?
və meydançada olan müəllimlər bütün xətlərin qalınlığı 5 santimetrdir. Santimetr. Buna dəxli yoxdur. Hara olur olsun. Bu mərkəz xəttinə fikir verməyin. Ha, bu niyə qalındır? Kimsə deyər ki, bu niyə qalındır? Onun fərqi yoxdur. Meydançada bütün xətlərin qalınlığı 5 santimetrdir. İstəyir bura olsun, istəyir bura olsun, bura fərqi yoxdur. Hara olur olsun, hamısı neçə santimetrdən təşkil edir? Hamısı 5 santimetr təşkil edir. 5 santimetr. Və yadınıza saxlayın müəllimlər, yadınıza saxlayın. Meydançada tor meydançanı 2 bərabər hissəyə bölür. Tor. Bax, bu tor hissəsidir. Səs kimyasıqsa bağlasın. Tor meydançanı 2 bərabər hissəyə bölür. Aydındır. İndi gələk, hər meydançada neçə nəfər oynayır? Əsas və ehtiyat oyunculara oyuncuların yerləşməsini, yer dəyişməsini də izah edəcəm. Sonra keçəcək tor sisteminə. Müəllimlər, yadınıza saxlayın ki, hər meydançada, yəni hər komanda 6 dənə 6. Nə olur? Əsas. Əsas oyuncusu 6 dənə də nə olur? 6 dənə də ehtiyat oyuncu olur. Aydındır. 6 əsas, 6 ehtiyat oyuncusu olur. Bir dənə razılaşma yoluyla 6 dənə yox, ehtiyat oyuncunun sayı 8 dənə ola bilər. O da yəni nədir? Fərziyyədir. Onu sizdən heç vaxtı soruşmazdır. Amma sizdən maksimum məsələn, razılaşma yolu ilə rəsmi yarışlarda, meydançada neçə dənə ehtiyatla gələ bilərsən, bunun cavabı 8-dir. 8 dənə ehtiyat oyuncu ilə gələ bilərsən. İndi gedək müəllimlər nəyə? Yadınıza saxlayın. Bir də bayaq yadımdan çıxdı demədim. Xətlərin hər bir meydançada, yəni hər bir meydançada yadda saxlayın. 7 dənə xətt olur. Məsələn, bu meydançada, yəni söhbət rəsmi yarışlardan gedir, qeyri-rəsmi yarışlardan yox. Rəsmi yarışlarda meydançada 7 dənə xətt olur müəllimlər. Bax, 1 xətt, düzdür, 2 xətt, 3 xətt, düzdür müəllimlər, 4 xətt, 5 xətt, 6 xətt, bir də 7 xətt. Gördünüz, cavab nə oldu? 7 dənə xətt var. Birinci xətt, ikinci xətt, üçüncü, 4, 5, 6 və 7. Sizə sual düşər ki, voleybol meydançasında neçə dənə xətt var? 7 dənə xətt var, müəllimlər. 7 xətti var. Sizə sual düşər ki, voleybol meydançasında neçə dənə 9 metrəlik xətt var? 9 metrəlikdən gelirsə söhbət, meydança neçə yerə bölünəcək müəllimlər? 2 yerə bölünəcək. Burada 9 dənə hər komandanın A komandası üçün xəttlər ayrıdır, B komandası üçün xəttlər ayrıdır. Baxın müəllimlər, bu 1,9 metrəlik, bu 2,9 metrəlik, düzdür? Bu mərkəzdən gedən 3,9 metrəlik, düzdür? Sonra müdafiə zonası ilə rəqib zonasında, müdafiə ilə hücum zonasını ayıran neçənci oldu? 1, 2, 3, 4-cü 9 metrəlik, 5-ci 9 metrəlik, düzdür? 5 dənəsi nədir müəllimlər? 5 dənəsi faktiki üfüqüdür. Biz bilirik ki, bizim üfüqi xətlərimiz bunlardır, şaqili xətlərimiz də bunlardır, düzdür? Bir də şahmatda keçəcək diagonal xətləri var, diagonal. Onları şahmatda keçəcəm. Burada yəni o qədər də istifadə olunur. Yəni, sizə sual düşsə ki, 9 metrəlik neçə dənə xət var? Bunun 5 dənəsi haradadır müəllimlər? Bunun 5 dənəsi üfüqüdür. Gəlin şaqiliyə baxın. Şaqiliyə baxın. Baxın, bu 5 ordu idi, o 6-cı, düzdür? Bu da 7-ci. Düzdür? Bu 8, bu da neçədir müəllimlər? 9 dənə. Sizə sual düşər ki, voleybol idman oyunda meydançada neçə dənə 9 metrəlik xətt var? Bunun cavabı 9 dənə 9 metrəlik xətt var müəllimlər. 9 dənə 9 metrəlik. Amma sizə sual düşər ki, 9 metrəni soruşmaz. Sizə sual düşər ki, voleybol idman oyunda meydançada neçə dənə xətt var?
Cavabı nə olacaq Müslüm müəllim? Yeddi xətt müəllim. Ay sağ ol. Cavabı olacaq 7 xətt. Yəni 7 dənə xətti var voleybol idman oyununda meydança. Aydındır. Bu 7 xəttin də müəllimlər ən uzunluğu bunlardır. 18 metr təşkil edir. Bax bunlardır. Ən uzunu 2 dənə 18 metrlikdir. Yerdə qalan 5 dənəsi isə bunlar. Bunlar isə neçə metrlikdir? Bunlar 9 metrdir. Sizə sual düşər ki, bu 7 xəttdən neçəsi şaguli, neçəsi üfüqüdür? Biz demişdik uzunlar şagulüdür. Enlər, yəni sağdan sola, soldan sağa gedənlər isə üfüqüdür. 5 üfüqü 2 dənə də nə olacaq? Şaguli xətt olacaq. Bura qədər müəllimlər sualı olar. Niyaz müəllim, bura qədər sual olar. Var müəllim. Gedirik müəllimlər nəyə? Gedirik nəyə? Yadınıza saxlayın, yadınıza saxlayın. Torun hündürlüyü qadına kişiyə görə dəyişir. Aydındır. Torun hündürlüyü qadına və kişiyə görə deyir, dəyişir. Burada müəllimlər, torun, biri var torun hündürlüyü qadınlar üçün, biri də var torun hündürlüyü kişilər üçün. Torun hündürlüyü qadınlar üçün yadınıza saxlayın. Maksimumu 2 metr, nə qədərdir? 24 santimetrdir. 2,24'dür. Kişilər üçün maksimumu isə 2 metr 43 santimetr təşkil edir müəllimlər. 2,24 qadınlardadır maksimum. Yəni ən hündürü. Bundan manası yox. Kişilər üçün isə 2 metr 43 santimetr təşkil edir. Aydındır. Və torun meydana daxil olan hissəsi var müəllimlər. Meydana daxil olan hissəsi. Bir də torun ümumi uzunluğu var. Yadınızda saxlayın. Torun meydana daxil olan hissəsini soruşursa, yəni bu antenə qədər olan məsafəmiz sizin fikrinizcə nə qədər olar? Meydançanın eni nə qədər? 9 metrdir. 9 metr. Yəni sizə sual düşər ki, voleybol idman oyununda meydançaya torun nə qədər daxildir? Bunun cavabı 9 metrdir. 9 metrdir. Sizə sual düşər ki, torun uzunluğu nə qədərdir? Meydana daxil olan hissəsini soruşmadım. Soruşdum ki, torun uzunluğu nə qədərdir? 9,5 aydındır, 9,5 və 10 metr. 9,5 10 metr təşkil edir. Yəni bunun 50 santimetri ilə 1 metr arasında neyir? Bu dirəklərin arasında görürsünüz, bura ilə burada nə var? Fərq var. Bir tərəfində çox antenlərin çıxıb, bir tərəfində bax, burada isə az çıxıb. Fikir verin. Burada isə çox çıxıb. Aydın olduğu müəllimdir. Və torun eni də yadınıza saxlayın. 1 metrdir. Yəni torun bu hissəsindən bu hissəsinə qədər olan məsafə, bax bura, 1 metr təşkil edir. Aydındır. Torun eni 1 metr. Gedir indi müəllimlər dirəklərin hündürlüyünə. Bax, bu dirəklər. Torun bərkidildiyi dirəklərin hündürlüyü 2 metr 55 santimetrdir müəllim. 2 metr 55 santimetrdir. Yadınıza saxlayın. 2,55'dir. Torun bərkidildiyi dirəklərin hündürlüyü 2 metr 55 santimetr təşkil edir. Və gedirik indi nəyə? İndi gedirik antenin hündürlüyünə. Ola bilər ki, müəllimlərində orta məktəblərdə, nə bilim, rayon yarışlarında yapılan bu dirək nə edir? Ola bilər ki, bu anteni görməzsiniz və yaxud da ki, fikir verməzsiniz. Burada rəsmi yarışlarda anten var. Antenin uzunluğu 1 metr 80 santimetrdir müəllimlər. 1 metr 80 santimetrdir. Və torun biz dedik eni nə qədərdir? Torun da eni 1 metrdir. Bunun 1 metrəsi tora daxildir. Fikir verin, aşağı hissəyə fikir verin. Bax, torun 1 metrəsi, antenin 1 metrəsi nəyə daxildir? Antenin 1 metrəsi tora daxildir. Aydındır. Və yerdə nə qədər qalır? 80 santimetri havada qalır. Baxın, bu hissədə qalan hissəsi 80 santimetr təşkil edir. Bu nə üçündür? Bu nə üçündür? Məsələn, servis topu buradan vurulan zaman
Məsələn deyirəm, servis topu buradan girib antenin çölündən meydana girirsə bu səhv sayılır. Antenin vəzifəsi ondan ibarətdir ki, yəni havada olan hissəsi, bu hissəsi. Topun havadan meydanın içində, meydanın xaricində, daxilində olmasını neyinir? Bildirir. Yəni sən buradan servis topunu vursun, servis topu gedib antenə dəysə, servis topu neyinir? Bir xal və servis keçir rəqibə. Antenə vurmaq olmaz. Sən servis topunu və yaxud da ki, oyun zamanı iki antenin arasından topu içəri ötürməlisən. Bax, bu hissələrdən. Aydın olduğum əlimdə. Bura qədər sual olan. Əlbəttə. Üzülmədim. Aydın olmayan nəsə var? İndi gedirik nəyə? İndi gedirik meydansada yerləşmə. Baxın, idmançıların yerləşməsində meydançanın nömrələnməsi var. Bir nömrə, bunu qarına yazım ki, daha. Bir nömrə, iki nömrə, 3, 4, 5 və 6. Baxın, məsələn, Müslüm müəllim oynayır bir nömrədə. Neymət müəllim oynayır 2-də. Aysel müəllim oynayır 3-də. Pərvanə müəllim oynayır 4-də. Aysel müəllim oynayır 5-də. Elmin müəllim də oynayır 6-da. Aydındır. Bu yerləşmə ilkin yerləşmədir. Və bunu burada yuxarıda vişqada oturan hakim yazır. Aydındır ki, Elmin müəllim harada durub, məsələn, Müslüm müəllim harada durub, Aysel müəllim harada durub, Pərvanə müəllim harada durub. Bunun hamısını neyini müəllimlər? Bunun hamısını bir-bir yazır ki, kim harada durub. Aydındır. Zonaya necə bölünür? Birinci zona, ikinci zona, 3, 4, 5 və 6. Sizə sual düşər ki, birinci zona hücumda oynayır, yəni birinci zonanın oyuncusu hücumda durur, yoxsa müdafiədə. Müəllimlər, meydançanın A komandasına aid olan hissəsi özü də 2 yerə bölünür. Bir, ön hissə, yəni 3 metrlik, arxa zona isə 6 metr olur. 6 ilə 3'ü toplayanda nə eləyir? 9 eləyir. Düzdür? 9 eləyir. Və burada. Yadınızda saxlayın. Ön zonamız adlanır hücum, arxa 6 metrlik adlanır nə? Müdafiə. Aydındır? Müdafiə adlanır. Sizə sual düşər ki, hücum zonasında neçənci zonanın oyuncuları oynayır? 2, 3, 4. Yəni ön zonada hansı nömrəli oyuncular oynayır? 2, 3, 4 oynayır. Yaxud da 4, 3, 2. Aydındır. Arxa zonada kim oynayır? Arxa zonada oynayır 1, 6, 5 və yaxud da ki 5, 6, 1. Fərqi yox. Aydın olduğum əlimdə. Bura qədər sual olur. Sizə sual düşər. Bəli, buyur. Xeyr, yoxdur müəllim, deyirəm, davam edək. Bax, sizə sual düşər ki, sizə sual yox, daha doğrusu keçənki miqin sualı. Deyir ki, voleybol idman oyununda servis topunu neçənci zonanın oyuncusu və hardan yerinə yetirir? Baxın, servis topunu birinci zonanın oyuncusu yerinə yetirir. Üzbəyüz xəttin arxasından, üzbəyüz xəttlər bax bunlar, görürsünüz. Üzbəyüz xəttin arxasından özünə aid olan 3 metrlik zonada. Baxın müəllimlər, bu zonalar dediyi neçədir? 1, 6, 5, düzdür. Baxın, birinci zona üçün meydança 3 metrdirsə, 6 ilə 5'in arasında nə qədər olacaq? Bu da 3 metr olacaq, bu da 3 metr olacaq, bu da 3 metr. Düzdür. Məsələn, Müslüm müəllim birinci zonanın oyuncusudur. Gəlir, mən də Elmin müəlliməm, durmuşam 6-cı zonada. Bax, Elmin müəllim, bu da kimdir? Müslüm müəllim.
Müslüm müəllim gəlib mənim arxa tərəfimdən buradan servis topunu oyuna daxil edir. Düzdür? Müslüm müəllim burada servis topunu oyuna daxil edib kimin boynuna düşəcək müəllimlər? Əlbəttə ki, mənim boynuma düşəcək də burada. Düzdür? Müslüm müəllim öz yerindən vururdu. Baxın bu hissəsindən. Buranı nə qoydum? Baxın, servis zonası. 3 metrlik. Görürsünüz, göstərir eləyirsən. 3 metrlik servis zonasından yerinə yetirirsən. Vay, nə bilim, istədiyim yerdən gəlib buradan vurur, nə bilim, buradan vurur, kiminsə burada manəçilik eləyim, buradakına manəçilik eləyim. Elə bir söhbət yoxdur. Sənin çünki öz yerin boşdur burada. Sən gəlmirsən, buradakı zonanın oyuncususan, gəlmirsən buradan servis topunu neyirsən? Oyuna daxil edirsən. Və müəllimlər, yadınıza saxlayın. Servis topu da 8 saniyənin içində yerinə yetirirlər. 8 saniyənin içində. Əgər buradakı hakim fit verməmişdən öncə, yəni hakim fitinə vaxt verir. Görür ki, Nemət müəllimin burada B komandasında Nemət müəllimin oyuncuları hələ hazır deyil. Düzdür? Fikir verirsiniz yarışlarda. Servis topu buradan vurulan zaman hakim hara baxır? Nemət müəllimin komandasına baxır ki, görün bunlar haçan hazır olacaq. Hazır olanda hakim fit verir ki, Müslüm müəllim, get servis topun vur. Yəni, voleybolda birdən-birə 2 xalı qazanmaq olmur. Nə də 2 xal vermirlər. Yalnız və yalnız 1 xal ala bilərsən. Bu zaman da mütləq şəkildə sən 1 xal almışsansa, servis topu da sənə gəlir. Əgər sən 1 xal qazanmışsansa, %, yox, milyon% sənin servis topun yerinə yetirmək haqqın var. Aydındır müəllim? Aydın. Getdiyini nəyə? Baxın müəllimlər, meydançada, deməli, yer dəyişmə. Biri var yerləşmə. Yerləşməni bildir ki, saat əqrəbinin əksi istiqamətindədir. 1, 2, 3, 4, 5, 6. Görürsünüz müəllimlər, saat belə fırlanır, Müslüm müəllim, düzdür bu forma. Bəli. Bu saat, bunun yerləşmə isə görürsünüz birdən sonra nə gəlir? Birdən əvvələ geri qayıdır. 1, 2, 3, 4 sayım var. Düzdür? Burada geri sayım var. Yəni, sənə sual düşər ki, yerləşmə hansı istiqamətdə yerinə yetirilir? Yerləşmə. Bax, bunu istəyirsiniz qeyd edin. Yerləşmə hansı istiqamətdədir soruşursa, saat əqrəbinin əksi istiqamətindədir. Əksi. Sizdən yer dəyişməni soruşsa, yer dəyişməni. Yer dəyişmə saat əqrəbinin istiqamətindədir. Yəni, birinci zonanın oyuncusu gəlir 6-ya, 6 gəlir 5-ə, 5 gəlir 4-ə, 4 gəlir 3-ə, 3 2-yə, 2 də kimin yerinə gəlir müəllimlər? Birin. Ay sağ ol. Birinci zonanın yerinə gəlir. Aydındır? Sizə sual düşər ki, yerləşmə hansı istiqamətdədir? Səidə müəllim, aydındır? Sən burada çətinlik çəkirdin ona. Bəli, müəllim, qulaq asıram. Bax, yerləşmə hansı istiqamətdədir? Yerləşmə. Yerləşmə saat əqrəbinin əksində, yəni yönü geri fırlanır. Görsən 1, 2, 3, 4, 5, 6. Amma sənə sual düşər ki, yer dəyişmə. Məsələn, Müslüm müəllim burada oynayır. Yer dəyişmə zamanı Müslüm müəllim neçənci zonanın yerinə keçəcək? 6-cı zona. Aydın oldu müəllim? Aydın. Təşəkkür. İndi müəllimlər, sizə sual düşər ki, bir komanda üçün neçə zona var? Bir komanda üçün. 1, 2,
5, 6. Bir komanda üçün 6'dır və növbəti rəqib komanda üçün də 6'dır. Aydındır. Rəqib komanda üçün də 6 zona var. Yəni, sizə sual düşər ki, meydanda neçə zona var? Cavab nə olacaq? 12 zona. Çünki 6'sı rəqibdədir, 6 dənəsi də səndədir. Yəni, sənin komanda. Aydın olduğu müəllimlər. İndi gedək. Bir-iki yüngül məqamlar var, onları izah edeyim, sonra gedək libero məsələsinə. Libero məsələsi biraz uzundur, istəyirəm biraz beyniniz sakitləşsin ondan sonra. İndi gedək müəllimlər. Meydanda ilk oyunun başlanğıcı püşkatma ilə başlayır. Bunu yadınızda saxlayın ki, oyun başlayanda püşkdən başlayır. Bütün oyunların hamısı püşkatma ilə başlayır. Bütün oyunların hamısı. Bir dənə böyük basketbol xaric. Bir dənə futbol püşkdən, handbol püşkdür, futsal püşkdür, şahmat daxil. Nə olur? Püşkatma seçilir. Yəni, oyun püşkatma ilə müəyyən. Bir dənə böyük basketbolda havaya atış olur. Bir dənə orada havaya atış olur. Qalan bütün bildiyiniz oyunlar hamısı püşkatma ilə başlayır, müəllimlər. Yəni, bizə aid olan 8 dənə. Aydındır. Və püşkatma müəllimlər voleybolda 2 dəfə keçirilir. Əgər bunda məqamı var, onu tutmaq lazımdır. Oyun sizdən düşə bilər ki, voleybol idman oyunu maksimum neçə set də bitə bilər. Birinci set, ikinci set, üçüncü, dördüncü və beşinci set. Aydındır. Bunun birinci setində püşkatma olur. Bir də 5-ci setində püşkatma olur, müəllimlər. Birinci setdə, məsələn, A komandası püşkü utdu. Yəni, seti A komandası topu oyuna daxil edir. İkinci setdə B komandası daxil edəcək, müəllimlər. Üçüncünü yenə A komandası daxil edəcək. Dördüncünü yenə B komandası daxil edəcək. Görürsünüz, 2 dəfə A komandası başladı. 2 dəfə də B komandası. Heç kimin arasında narazılıq olmadı. Yəni, biri 3 dəfə, biri 1 dəfə başlamadı. Və yaxud da ki, biri ilə 4 dəfə başlamadı. Burada fərqi yoxdur. Uduzun dəxli yoxdur. Birincini başlamısansa, ikincini B başlayacaq. Aydın, indi orta məktəblərdə çox vaxt deyirik ki, uduzan komanda başlayır. Elə şey yox, müəllimlər. Aydın, yəni rəsmi yarışlarda elə bir şey yox. Püşkatma... 3 nəfər oldu, 5. 5-ci set. İndi gedirəm, müəllim, indi 5-ə gedir. Deməli, 4 setə qədər bir dəfə A, B, bir də B başladı. İndi 5-ci setdə Müslüm müəllimlə mən oynayıram. Müslüm müəllim A komandasıdır, mən də B komandasıyım. İndi 5-ci set mən başlasam, Müslüm müəllim narazılıq eləyəcək ki, xeyri ola sən niyə başlayırsan? Qoy mən başlayayım elə. Düzdür, Müslüm müəllim? Bəli, eşitirəm. Amma burada püşkatılsa, ya sən oynayasın, ya mən oyunu daxil eləyəcəm topu. Burada o ki, nə sən narazılıq eləyə bilmərsən, nə də mən deyə bilmərəm ki, xeyr, mən başlayacam. Düzdür? Aydın. Sizə sual düşər ki, püşkatma neçənci setlərdə keçirilir? 1-ci setdə və 5-ci setlərdə keçirilir, müəllimlər. Sizə sual düşər ki, oyun minimum neçə set oynanır? 1-ci set, 2-ci set, 3-cü set. 3 setlə bitəbilər. Amma, burada bir məqam var. A komandası utdu. A komandası utdu. Yenə A komandası utdu. Yəni, üçündə A komandası udmaq şərti ilə oyun 3 setdə bitə bilər. Yəni, sizə sual düşər ki, A komandası istəyir minimum olsun, istəyir maksimum olsun. Ən az, ən çox. 3 seti udmalıdır ki, oyunun qalibi müəyyən olur. Yoxsa oyunun qalibi müəyyən olur. Aydın deməlidir, bura qədər sual olan. Deməli, müəllimlər,
Yadınıza saxlayın bir də. Yadınıza saxlayın. Oyun başlayanda idmançıların nömrələnməsi var. İdmançıların nömrələnməsi. Burada rəsmi yarışlarda yadınıza saxlayın ki, idmançıların nömrələnməsi 1-dən 20-yə qədər olur. 1-dən 20-yə qədər. Qeyri-rəsmilər, qırlı yazılan ki, yəni bilin ki, nədir bu? Qeyri-rəsmidir. 1-dən 18-ə qədər olur. Aydındır. Və meydançanın işıqlandırılması var rəsmi yarışlarda, qeyri-rəsmi yarışlarda. Buna müəllimlər lüks deyirlər, lüks işıqlandırma. Məsələn, bizim evin işıqlandırılması ilə restoranın işıqlandırması eynidir. Bunu hamınız bilirsiniz. Düzdür. Bizim evdə bir dənə işıq yanır, restoranda 100 dənə işıq yanır, müəllimlər. Düzdür. Sizcə bunun hansı effektiv olar? Əlbəttə ki, 100 işıq. Aydındır. Əlbəttə ki, 100. Yəni, burada da, meydançada, rəsmi yarışlarda işıqlandırma 2000 lüks olur. 2000 lüks. Lüks işıq deməkdir. Parlaqlıq deməkdir. Yadınıza saxlayın. Qeyri-rəsmi yarışlar, bu rəsmi yarışdır. Qeyri-rəsmi yarışlarda işıqlandırma müəllimlər nə qədər olur? 300 lüks olur. Yəni 2000 hara, 300 hara. Bu 300 var ha. Bu 300 bizim evdəki işıqdır. Bu 2000 isə hansıdır? Restoranda olan işıqdır. Yəni fərqi sizə izah edirəm. Aydın olduğum müəllimlər. Bura qədər sual olan. İndi getdik nəyə? Tavanın hündürlüyü var, müəllim. Yəni, tavan nədir? Katalog. Düzdür. Tavanın hündürlüyü yadınıza saxlayın. Rəsmi yarışlarda nə qədər olur? 12 metr 50 sant. Tavanın hündürlüyü rəsmi yarışlarda 12 metr yarım olur. Qeyri-rəsmi yarışlarda isə 7 metr olur, müəllim. Qeyri-rəsmi yarışlarda 7 metr təşkil edir. Aydındır burada. Aydındır. İndi gedirik müəllimlər. İndi gedirik müəllimlər. Libero. Yadınıza saxlayın müəllimlər. Libero, bax, birinci zona, ikinci zona, 3, 4, 5, 6. Libero müəllimlər. Burada oynaya bilməz. Yəni, oynaya bilməz, çox vaxtı çox adam səhv başa düşür. Yəni, ilkin hakim burada yazır və yaxud yer dəyişmə eləyəndə libero bu ön zonalara keçə bilmir, müəllim. Aydındır. Libero ən çox oynayır 6-cı zonada, bir də oynayır 5-ci zonada. Zəruri hallarda 1-ci zonada oynayır. Zəruri hallarda. Yadınıza saxlayın ki, libero servis topunu oyuna daxil edə bilməz. Aydındır. Libero servis topunu oyuna daxil edə bilməz. Ona görə də topu rəqib komandanın oyunçusu vuranda bizim libero birdə oynaya bilər. Düzdür? Çünki servis topunu daxil eləmir oyuna. Servis topunu kim vurur? Müslüm müəllim. B komandası vurur. Bu da nədir? Bu da A komandasıdır. Aydın oldu? Eşidirəm. Libero ön zonaya keçə bilməz. Bax, bunu yadınıza saxlayın. Qaldı ki, libero'nun məsələn 6-cı zonada və yaxud da ki 1-ci zonada oynayırdı. Sonra keçdi hara? Sonra keçdi 6-cı zonaya. 6-cı zonaya keçdi. 6-dan keçdi 5-ci zonaya. Səs kimdən sıfır alasın? 6-cı zonaya keçdi 5-ci zonaya. Kimsə nəsə demək istəyirsən, buyursun.
Ha. Müəllim, üzr istəyirəm. Libero yəni ki, torun yanında hücumçu müdafiəçilər var, hücumçular. Onlardan söhbət gedirdi, elədirmi? Ay sağ ol. Bax, X qoymuşam üstlərinə. Bax, Onlar yəni arxaya gələ bilməz, düzdürmü? İlk topu onlar qəbul edə bilməzdi, belə başa düşdük. Libero, bax, yadınızda. Libero'nun oyuncusu ön zonaya keçib burada dura bilməz. Burada dura bilməz. Burada dura bilməz. Yəni arkadaşlar. Arkadaşlar ona gələ bilməz. Yox, libero bir dənə olur. Bir dənə olur. Bax, yadında saxla. Libero digərlərindən nəyi ilə seçilir? Formasının rəngi fərqli olur. Bir də boyu digərlərindən balaca olur. Formasının da rəngi fərqli olur. Aydındır. Və formasının arxasında da L hərfi olur. L, libero. Aydın oldu. Bir də yadında saxlayın. Libero deməli 2, 3, 4-ə keçə bilməz. Yadında saxlayın. Və libero tor səviyyəsindən yuxarıda gələn topa hücum vuruşu vura bilməz. Topu qəbul edə bilər. Məsələn, sən servis topunu buradan daxil eləmişsən oyuna. Mən də liberoyam, durmuşam 5-də. Servis topu necə gəlir. İstəyir aşağıda gəlsin, istəyir yuxarıda gəlsin, istəyir ortada gəlsin. Deməlilə, dəxli yoxdur. Servis topunu qəbul edirəm. Yəni, qəbula heç bir məhdudiyyət yox. Bax, bunu bilin. Libero'nun servis topunun qəbuluna nə yoxdur? Heç bir məhdudiyyət yox. Bunu aşkar şəkildə sizə açıq deyirəm. Və bunu yadınızdan çıxartın. Aydındır? Servis topunun heç bir məhdudiyyəti yoxdur. İkinci, libero ön zonaya keçmə vaxtı çatdıqda. Məsələn, 1, 6, 5'dir, düzdür. Libero 5'dədir. İndi yer dəyişmə zamanı 5-ci zonanın oyuncusu 4'ə keçməlidir, düzdür müəllim? 4'ə keçmir. Avtomatik buradan çıxır çölə. Ehtiyatda olan oyuncu girir 4-cü zonaya. Bu şey neyinədir? Görürsünüz, libero bu xəttdən irəli keçib oynaya bilmir. Avtomatik 5'dən çıxıb çölə yerinə oyuncu girir. Libero olmayan oyuncu yəni. Ehtiyat oyuncu girir. Və bu da oyuncu dəyişikliyi sayılmır. Və oyuncu dəyişikliyi də bir set ərzində 6 dənə olur. Oyuncunun dəyişikliyinə liberonun girib çıxmağı yəni sayılmır, aiddir. Və liberonun hər hansı bir oyuncu ilə meydançada yer dəyişməsi, yəni meydana girib çıxması zamanı hakimə məlumat verilmir. Amma qalanlarında verilir. Aydındır. Bir oyunda bir idmançı bir dəfə meydana girə bilər, bir dəfə də meydandan çıxa bilər. Yadınıza saxlayın. Yəni girdin, çıxdın, qurtardın. Oyun başlayanda girirsən, bir dəfə də sən çıxa bilərsən, şöyle səni kimsə əvəz eləyər. Sən ikinci dəfə onun yerinə qayıda bilmərsən. Amma buna libero daxildir. Aydındır müəllim? İndi gedirik nəyə? Dedi ki, tor səviyyəsindən yuxarıda gələn topa hücum vuruşu vura bilməz. Amma barmaq ötürməsi ilə neyniyə bilər? Komanda yoldaşına, məsələn, mən durmuşam Elmin müəllim 5'də, düzdür, mən liberoyum. Müslüm müəllim də durur, məsələn, deyirəm 1-ci zon. Müslüm müəllim 1-ci zon. Tor səviyyəsindən yuxarıda hücum vuruşu vurdular. Tor səviyyəsindən yuxarıda gəl. Hücum vuruşu vurmalı. Düzdür, barmaq ötürməsi ilə neylədir müəllimlər?
tor səviyyəsindən yuxarıda gəlir, hücum vuruşu vurmadı. Barmaq ötürməsini verdim Müslüm müəllimə. Müslüm müəllim də verdi kimə? İkinci zonanın oyunçusuna. Müslüm müəllim məndən gələn topa hücum vuruşu vura bilməz. Çünki tor səviyyəsindən yuxarıda gəlir. Tor səviyyəsindən yuxarıda gəlir. Və mən onu barmaq ötürməsi ilə ötürmüşəm kimə? Müslüm müəllimə. Müslüm müəllim ona hücum vuruşu vura bilməz. Müslüm müəllimi yalnız və yalnız onu verməlidir ya 2-yə, ya 3-ə, ya da ki, digər oyunçuya. Aydın deyil müəllimə. Bura qədər sualı olan. Varsa buyur. Getdi indi nəyə? Getdi indi nəyə? Baxın müəllimlər, yadınıza saxlayın. Bax, libero sözünün mənası azad müdafiəçidir. Azad nə deməkdir? Müdafiəçi deməkdir. Bax, bu hissəmizdə nə oldu? Adı nə oldu? Müdafiə zonasıdır. Düzdür, 6 metrlik müdafiə zonasıdır. Burada nə oldu? Hücum oldu. Yəni, demək istədiyim odur ki, libero yalnız və yalnız arxa zonada olur. Aydındır. Libero yalnız və yalnız arxa zonada fəaliyyət göstərir. Məsələn, arxa zonada oyun zamanı libero keçdi, məsələn, Nemət müəllim burada oynuyor. Oyun zamanı libero keçdi, burada oynadı. Yəni, buna məhdudiyyəti yoxdur. Amma liberonun oyun başlayana qədər durduğu yerlər 5, 6, 1. Bu da ki, bildir sağda. Top burada olanda, yəni top servis topu rəqibdə olan. Aydın deyil müəllimlər. İndi gedək müəllimlər. Birinci set, ikinci set, üçüncü, dördüncü və beşinci. Yaşıl işarə ilə qoyduqları nədir? Üçkatmadır. Bunu bilirsiniz. Düzdür, yaşıldan qoyduqları. İndi birinci setimiz 25 fala qədər oynanır. İkinci setimiz 25 fala çatan, yəni oynanır, biraz şey çıxır, üç çıxmır. Yəni 25 fala çatan 2 fal fərqi ilə təbii ki. 2 fal fərqi ilə 25 fala çatan oyunun qalibi olur. Yəni minimum sən 25'i oynamalısan. Minimum, ən az. İkinci 25 fala qədər oynanır. Üçüncü daha doğrusu. Dördüncü 25 fala qədər oynanır. Beşinci isə 15 fala qədər oynanır. Müəllim. Beşinci setimiz 15 fala qədər. Və yenə yaşılla yazdıqları 2 time-out var, 2 time-out var, 2 time-out var, 2 time-out var, 2 time-out var. Aydındır. İndi qarı ilə yazdıqları 30 saniyə time-out'un müddəti. 30 saniyə, 30 saniyə, 30 saniyə və 30 saniyə. Hər bir setdə 2 dənə time-out var müəllimlər. Vaxtı da 30 saniyədir. Aydındır. Bura qədər başa düşdüysə bunu silin, başqa bir şey yazın. Silin müəllim. Bunu deyim müəllimlər. İndi gəlin sizə nəyi deyim. Baxın, setlər arası fasiləni. 3 dəqiqə yazıram, birinci dəqiqə. 3 dəqiqə, sonra 3 dəqiqə, 3 dəqiqə. Aydındır. Və 5-ci setdə də müəllimlər, 8-ci xalda da bir dənə yer dəyişmə var. A komandası. Çünki A komandası ilə B komandası oynuyor 5-ci setdə. Oynayır. 8-ci xalda yer dəyişmə olur. A komandası keçir B-nin yerindən, B komandası da gəlir A-nın yerində olur. Aydındır. Bu yalnız 5-ci setin, yəni yarısına çıxanda 15'in yarısı nə eləyir? 7,5 elədiyinə görə. Bunu da yuvarlaq götürürük neçə? 8. Aydındır. 8-ci xalda yer dəyişmə olur. Və yer dəyişmə zamanında 3 dəqiqədə yenə orada vaxt verirlər ki, neynəsinlər?
yer dəyişmə olsun deyə, yəni vaxtsız ola bilməz. Sən qaçıb durub orada keçə bilmərsən. O, məsələn, 1-2 saniyənin içində olan bir prosesdir. Gedib yeri təyin eləməlisən, hazır olmalısan, sonra servis topu. Yəni, bunun üçündə 3 dəqiqə vaxt verilir. Aydındır, müəllimlər? Bura qədər aydın oldu? Bəli. Qəşək. İndi gedirik, bir dənə şey qaldı, onu da izah edeyim, sonra. İndi gedirik müəllimlər, nəyə? 5-imizi yapmış. İndi müəllimlər, hər setdə haqlı olaraq istənilən qədər video görüntü əldə edirsən. Haqsız olaraq 2 dənə. Haqsız olaraq 2 dənə. Bax, haqsız olaraq 2 dənə. Haqsız olaraq 2 dənə. Haqsız olaraq 2 dənə. Yəni, Müslüm müəllimin komandası A komandasıdır, mənim də komandam B komandasıdır. Oynayırıq, düzdür. Müslüm müəllim hakimə müraciət edir və yaxud da ki, məşqçiyə və yaxud da ki, başqa bir hakimə. Deyir ki, Elmin müəllim servis topun buradan oya daxil edir. Düzdür. Hakimlər avtomatik video görüntüyə baxırlar. Ki, görək, Müslüm müəllim həqiqətən dediyi doğrudur, yoxsa şəratır, doğru dildə deyirəm. Aydındır, Müslüm müəllim. Sənin doğru deyib deməməliyin yoxdur. Sən əgər doğru deyirsənsə, doğru deyirsən. Səsi bağlayacaq. Sən əgər doğru deyirsənsə, ki, xətti tapdamızdan avtomatik servis topu və bir xal keçir rəqibə, yəni Müslüm müəllim. Yox, əgər Müslüm müəllim, mənim üstümə, məsələn, doğru dildə deyirəm, şəratırsa, deyir ki, məsələn, xətti tapdayım, amma mən orada tapdamamışam xətti. Baxırlar ki, Elmin müəllim heç xəttə yaxın gedir. Avtomatik neyinirlər? Müslüm müəllimin haqsız olaraq neynədir? Video görüntüdən istifadə elədiyinə görə Müslüm müəllim neçə dənə video görüntüsü qaldı? Bir dənə. Ondan sonra Müslüm müəllim gəlir, bir dəfə də deyir ki, və yaxud da ki, Müslüm müəllimin komanda yoxdur, dəxli yox. Çünki set ərzindədir. Müslüm müəllimin də bir başqa komanda yoldaşı deyir ki, məsələn deyirəm, Elmin müəllim hücum vuruşu vuranda qora toxundu. Düzdür, qora toxundu. Baxırlar hakimlər ki, Elmin müəllim qora toxunmuyor. Müslüm müəllimin komandasının 2 dənə video görüntüsü nə oldu müəllimlər? Baxdı. Rejissor, Müslüm müəllimindən belə 100 dəfə deyək ki, Elmin müəllim səhvə yol verib, buna baxmayacaqlar. Aydındır müəllimlər. Yəni, bir idmançıya, bir setdə, bir komandaya neçə dəfə inanırlar? Haqsızsansa sən 2 dəfə inanırlar, 3-cünü inanmırlar. Aydın oldu? Aydın. Yaşa. Bura qədər kimin başa düşmədiyi varsa müəllimlər desin. İndi gedirik nəyə? Gedək hakimlərə. Müəllimlər, yadınızda saxlayın ki, voleybol idman olsun 10 dənə hakimdir. 10 dənə hakimdir. Baxın, biri durur, burada Rişqada görərsiniz, bəlkə fikir verərsiniz. Rərdivan fason bir şey var, çıxır durur, burada ayaq üstü vəziyyətdə. Biri burada torun altında durur. Torun yanında durur. Bunu silir, daha yaxşı olsun. Biri durur, Rişqada hakimi deyirlər, əsas hakim deyirlər. Rişqada duran əsas hakim. Biri durur torun aşağı hissəsində. Yerdə durur, ayaq üstü vəziyyətdə. Biri durur burada. Ya burada durur, fərqi yox. Yəni burada durur. Dəxli yox. Yan hakim gedir də, yəni ki, Mişqa torun altında, o birisi yan hakim gedir, elədir? Burada duran hakim var, bu ox işarəsi çəkdimi? Yadında saxla mənim. Bu ox işarəsi çəkdiyim hakim bu hissələrə baxır. Bunlar ikisi bu hissələrə baxırlar. Ay sağ ol. Üfüqi və şağırlı xətlərə baxırlar. Burada duran hakim də bu hissələrdən bu hissələrə, yəni özlərinə yaxın, mərkəzdən özlərinə yaxın hissələrə baxırlar. Bax, bura qədər bu baxır, bu hissələrə.
Bu hissiyədə bu baxır. Aydındır. 4 dənə xətt hakimi var. Yadınızda saxlayın. 4 dənə. 1, 2, 3, 4 dənə. 2 dənə tor hakimi var. 2 tor hakimi var. 4 dənə də masa hakimi var. 1, 2, 3, 4 dənə. Aydındır. Toplayanda nə edir? 2 üstə gələk 4. 6 üstə gələk yenə 4. 10 dənə hakimi var müəllimlər. Yadda saxlayın. Və müəllimlərin ən çox qarışdırdığı bir nüans var. Gəl onu sizə izah edeyim və yadda saxlayın. Deyir ki, servis gecikdirməsinə və yaxud da ki, servis səhvinə heç bir kart göstərilmir. Məsələn, Əli müəllim və yaxud da ki, Müslüm müəllim buradan servisi yerinə yetirir. Servisi yerinə yetirir 9 saniyədə və yaxud da 10 saniyədə. Bir hakim ona hansı kartı göstərir? Hakim ona heç bir kart göstərir. Avtomatik bir xal və servis topu keçir rəqibə. Aydındır müəllimlər. Avtomatik bir xal və servis topu neyir? Keçir rəqib komandaya. Aydındır. Heç bir kartdan istifadə olunmur. Amma məsələn, hakimlər burada kart sistemi 2 dənə müəllimlər. Biri sarıdır, sarı kartdır. Biri də qırmızı kart. Sarı kartda, yalnız xəbərdarlıq, özdə rəsmi xəbər. Amma müəllimlər, çaşarsınız birdən, kimsə sizə deyər ki, şifahi xəbərdarlıqda hansı kart göstərilir? Şifahi xəbərdarlıqda heç bir kart göstərilmir. Yəni, ortada hansı idman oyunu olursa, təkcə voleybol danışmam. Hansı idman oyunu olursa, əgər kart varsa, bu nədir? Rəsmidir. Bu protokola işlənir müəllimlər. Yadınızda saxlayın. Protokola işlənir. Yəni, idmançının adının qabağında avtomatik protokolda işlənir ki, filan idmançı, məsələn, Müslüm müəllim sarı kart aldı. Aydındır. Sonra, getdi indi nəyə? Getdi indi nəyə? Deməli, sarı kart, müəllim, yadınıza saxlayın. Bir komandaya təkcə verilmək, yəni bir tək özü verilmək şərtilə bir dəfə verilir. Sarı kart. Bir dənə komandaya bir set ərzində təkcə sarı kartın göstərilməsi bir dəfə olur. Ondan sonra, sarı kartdan sonra yenidən hər hansısa bir gecikdirmə və yaxud da hər hansısa bir qayda pozuntusu eləyərsənsə, bir dənə qırmızı göstərir. Bir dənə qırmızıda bir xal və servis. Bir xal, servis topu keçir nəyə müəllimlər? Komandaya, məsələn, A komandası. Amma sarı kartda yalnız xəbərdarlıqdır. Heç bir xal, heç bir top keçmir rəqibə. Aydındır. İndi müəllimlər. Deməli, əgər sən bir dəfə hər hansı bir gecikdirmə eləmişsən, məsələn, time-outdan gec qayıtmışsan, sənə verirlər sarı kart. İkinci dəfə time-outdan gec qayıtırsansa, sənə verirlər nə? Qırmızı. Aydın olduğu bura qədər. İndi müəllimlər, hər hansısa bir kobudluq eləmişsən, sənə avtomatik birinci setdən məsələn eləmişsən, sənə verirlər bir dənə sarı, plus qırmızı.
sarı kartla qırmızı kartın üst-üstə qoyulub verilməsi səni birinci setdən qovur. Birinci setdən qovulmusan, 2-yə girə bilərsən, 3-ə girə bilərsən, 4-ə girə bilərsən, 5-ci setə qədər oynanırsa, 5-ci setə qədər girə bilərsən. Yox, əgər sarı kartla qırmızı kart ayrı-ayrı əldə verilirsə, biri məsələn sarını verir sağ əlində, qırmızını verir sol əlində. Görsən ayrı-ayrı əldə. Bu zaman sən oyundan diskvalifikasiya olmuşsan, yəni oyundan qovulursan, nə 2-yə girə bilmərsən, nə 3-ə girə bilmərsən, nə 4-ə girə bilmərsən, nə 5-ə girə bilmərsən. Yəni sarı kartla qırmızı kart üst-üstə qoyulursa, sən birinci setdən, ikinci setdən, üçüncü setdən qovulursan, hansı setdə verilirsə. Yox, əgər sarı kartla qırmızı kart ayrı-ayrı əldə, hərəsi bir əldə sənə verilirsə, o zaman avtomatik sən oyundan qovulursan, sən heç vaxt oyuna girə bilmərsən. Yəni, həmin oyundan gedir söhbət. Məsələn, gələn səfər haradasa oyun olar, o başqa şey. Aydın olduğu məlumatlar. İndi gedirik məlumatlar. Nəyə? Yadınıza saxlayın ki, oyunda qalibə məğluba salmıyor. Baxın, birinci set, 2, 3, 4, 5. Oyun bura qədər. Yəni, oyun 4 setə qədər oynanır. A udub, B udub, A udub, yenə A udub. Görürsünüz, 3 dənəsinin A komandası udub deyə oyunun qalibi hansı komanda olacaq? A komandası. Düzdür müəllimlər? Burada müəllimlər, qalibə, yəni A komandasına verilir 3. B komandasına isə verilir 0. 3-0 olur. Yox, əgər 5-ci setidə B komandası oynayır, udubsa daha doğrusu. Görürsünüz, A komandası 3 dəfə udub, B komandası 2 dəfə. B komandası 2 dəfə udduğuna görə A komandasına 2 veriləcək, B komandasına 1 xal veriləcək. Yəni 2-1 verilir. Aydın olduğu müəllimlər, aydın olmasa bir də izah edeyim bunu. Ola bilər ki, qarşılıq gəlir. Zəhmət olmasa onu bir qeyd edin. 1 set, 2 set, 3 set, 4 set, 5 set. Müəllim, 4 setə qədər oynanıbsa, qalibə verilir 3 xal, məğluba verilir 0 xal. Aydındır bura qədər. Fərqi yoxdur, hansı komanda udubsa, yəni qalib olacaq, aydınmaz. Qalibə verilir 4 setə qədər, qalibə verilir 3 xal, məğluba verilir 0 xal. Əgər oyun 5 setlə bitibsə, qalibə verilir 2 xal, buradan avtomatik biz nə edirik? Avtomatik 3'ü çıxır olur. Düzdür? Avtomatik 3'ü çıxır olur. Qalibə verilir 2 xal, məğluba verilir 1 xal. Yəni, biri var müəllim, komanda dirənməyə, elə 4 setə anca özünü çatdırar. Ki, əşitə başım bıraq qoy geçsin, udur-utsun da özümü öldürəsi deyirəm ki. Bir də var ki, oyuna can qoymusan, məlum məsələdir. Bu A ilə B oynayırsa, bunun ikisindən biri udmalıdır da, burada heç yoxdur. Voleybolda heç yoxdur, müəllimlər. Məlum məsələdir, bunun ikisindən biri udmalıdır. Düzdür? Biri var, sən 4 set oynayasan, biri də var, elə 5 setin axırına qədər gedəsən. Burada sən oyunun axırına qədər getdiyinə görə sənə məğlub olsun belə 1 xal verilir. Qalibə də 2 xal verilir. Yox, əgər başın bıraxmışsan, elə 4-cü setə qədər çatmışsan deyirsən, əşlikdir, mənlikdir, bu oyun bizlikdir, onda qalibə 3 xal verilir, məğluba 0 xal. Çünki sən 0 almışsan, ona görə ki, oyuna can yandırmamışsan, elə başından eləmişsən. Aydın olduğu müəllimlər. Müəllim, üzr istəyirəm, bir şey soruşum. Bax, məsəl üçün, normalda voleybol oyunu 3 setdən ibarət olur, sonra artırma ilə 5-ə gəlir də, düzdürmü? Artırmalar var. Çünki müəyyən hallar gəlir, məsələn... Yəni, gözlə deyim, sözü yadında saxla deyim. 1, 2,
3, düzdür? A komandası oynayıb, düzdür? Sonra udub seti. B komandası oynayıb, udanlardır bunlar. A komandası bir dəfə uddu, bir dəfə də B komandası uddu, düzdür? Bəli. Ay sağ ol. İndi yenə A komandasıdır. Biz də deyirik ki, voleybolda 3 seti udmalısan ki, qalib olsun. Görsən A hələ 3 seti udur. Başa düşdük. Sən 5-i neçə yerə bölməlisən? 5-dən 3-ün udmalısan ki, qalib olsun. 2,5-i udası döyürsən. Düzdür? 5-dən sən 3-ün udmalısan ki, 5-dən 3-ün udmalısan. Qalib olasın. Sonra gedib 4-cü setə. 4-cü setdə əgər A komandası udursa, A komandası oyunun nəyi olur müəllim? Qalib. Çünki bax, 1 set, 2 set, 3 seti var A-nın. 5-ə getməyə ehtiyac yox. Yox əgər. Məsələn, 4-cü seti oynayıb uçsaydı B komandası, görürsən, B komandası da birində olur burada, birində burada olur. Oyun nədir? 2-2 bərabərləşir. İndi burada 5-ci seti oynamağa ehtiyac var, yoxsa yoxdur? Var. Burada bir məsələ var. Birinci setdə 8 xala qədər voleybolda rəqib komandası apararsa 8-ə qədər, qarşı rəqib oyuncu heç bir xal olmadığı halda burada nə baş verir? Orada o 8 idi, əvvəl 8. İndi eləyiblər onu 9, amma o sual olaraq heç vaxt düşmür müəllim. O sual olaraq heç vaxt düşmür. Çünki niyə? O nisiyədir. Ola da bilər, olmaya da bilər. Düzdür? Bəli. Əgər olursa, məsələn, A komandası 0-dadır, B komandası 9-dadır. Onda B komandası oyunun birinci setin qalibi olur. Amma yalnız birinci set. Məsələn, 1-də, ya 2-dədirsə ikinci set. Bəli, başa düşdüm müəllim. Əvvəl o 8 deyirsən, sonradan dəyişdilər. İndi, bura qədər kimə nə aydın olmayıbsa desin mən. Yadınıza saxlayın, blok qurmada yalnız ön zonanın oyuncuları, yəni hücum zonasının oyuncuları. Bilirik ki, hücum zonası 3 metrdir. 3 metr. Hücum zonasının oyuncuları blok qurmada iştirak edir. 2-ci zona, 3-cü zona və 4-cü zona. Blok qurma müəllimlər yadınıza saxlayın, 3 cür olur. 3 cür blok qurma olur. 1. Tək. 2. Cüt. Bir də nə? Qrup. Bir də olur qrup. İndi çox yerlərdə deyirlər ki, qrup halında yox. Komanda, blok qurma komanda forması olur. Yəni, kollektiv blok qurma. Kollektiv nəyə deyir müəllimlər? Hüsnü müəllim, sizin məktəbdə məsələn deyirəm, 20 müəllim var, düzdür? 20 müəllimin məsələn 12 dənə şiyə gəzməyə. Sən deyə bilərsən ki, bizim məktəbin kollektivi getdi 12 nəfər. Sizin deyə bilərsən, bizim məktəbdən qrup getdi. Qrup. Aydındır? İndi yadınıza saxlayın. Əgər ikinci zonası bloka qalxırsa, səsimlə sıxmalısın. İkinci zonanın oyuncusu təkcə blok qurmaya qalxırsa, o olur tək blok qurma. Fərdi, yəni tək. 2 nəfər, məsələn, 3-cü zonanın oyuncusu ilə bunlar ikisi bir yerdə qalxıblarsa, olur nə? Cüt. Biri də var ki, 4-cü zonanın oyuncusu da qoşulub bunlara, ikisi bir yerdə blok qurublar. Bu da olur qrup halında. Aydın oldu və müəllimlər, blokdan qayıdan top, yəni ələ dəyib qayıdan topu istənilən oyuncu götürə bilər, 4-cü toxunuş olaraq. Bilirsiniz ki, voleybolda 3 toxunuşdur da.
Məsələn, servis topu buradan oyuna daxil edildi. Mən də durmuşam 5-də, 6-da, məsələn, əlim əlimdə durub 2-də. Məsələn, mən gəlib. Mən burada qəbul elədim. Ötürdüm məsələn Müslüm müəllimə. Müslüm müəllim neynədir? Ötürdü əlim əlimə vurdu oyun. Yəni rəqib komandaya. Neçə toxunuş oldu? Biri mən toxundum, biri Müslüm müəllim, birin əlim əlim. 3 oldu. Amma blokdan qayıt. Məsələn, əlim burada blok vurur. Əlimin əlindən top çıxdı, gəldi mənim üstümə. Mən götürdüm topu. Əlimin əlinə dəyəndən sonra mən götürdüm. Sonra verdim Müslüm müəllimə. Sonra Müslüm müəllim də ötürdü Niyaz müəllim. Niyaz müəllim neynədir? Niyaz müəllim də vurduğu rəqib komandadır. Aydındır müəllim? Neçə toxunuş oldu? Əlim əlimin əlindən 1 dəyişdi. Mənim əlimə 2-də idi. Müslüm müəllimin əlinə 3-də idi. Niyaz müəllimin əlinə neçənci idi? 4-cü dəfə dəyişdi. Yəni, blokdan qayıdan top toxunuş olaraq sayılmır. Aydındır? İndi gedəm əllər. Topun çəkisinə və çevrəsinə. Burada topun çəkisi olmayı. Baxın, bir də mənimlə burada bir şey anatoru gördüm, yadıma düşdü. Baxın, hakim deyirdim ha bayaq sizə. Bax, həmin hakimdir. Görürsünüz, ayaqüstü vəziyyətdə tordan yuxarı hissədə durur. Tordan yuxarı hissədə. Bayraqlı hakimə baxın, neyiniyir? Xətt hakimidir. Xətt hakimidir. Top meydana düşəndə bayrağı meydana tutur. Top meydandan çölə düşəndə neyiniyir? Bayrağı meydandan çöldə verir. Ya tutur, ya yuxarı qaldırır, fərqi yox. İndi məndə torun aşağı hissəsindən, bir də yuxarı hissəsindən lenta gedir. Bu lentaların fərqinə baxın. Görürsünüz, biri qalındır, biri nazikdir. Aşağı hissədə gedən yadınıza saxlayın 5 santimetrdir. 5 santimetrdir. Yuxarıda gedən isə 7 santimetr olur mənim. 7 santimetr olur. Baxın, özdə bu rəsmi yarışdır. Rəsmi yarış olmağı nədən bilərsiniz? Komandanın formasının üstündəki rəqəmə baxın, 19-dur. Əgər bu qeyri-rəsmi olsaydı, neçə olacaqdı? 18 maksimum. Amma burada 19 var. Aydındır müəllimlər? İndi gedirik, topu yazın. Bir də servis topu oyuna daxil etmək 2 cür olur müəllimlər. 2 cür. Bir, yerindən vurursan. Bir də tullanaraq, yəni qaçıb tullanıb vurursan. Aydındır? Və topu oyuna daxil etməyin də 7 əl üsulu var. Əl üsulu. Aydındır? 7 əl üsulu. İndi gedək topa. Topun müəllimlər çəkisi 260-280 qram olur. Çəkisi. Çevrəsi isə 65-67 sığımı, yəni santimetr olur. 65-67 santimetr çevrəsidir. 260-280 qram arasında. Yəni, ola bilər 270 olsun, ola bilər məsələn 261 olsun. Aydındır? Yəni, o deməkdir 260 olmalıdır ya da 280 olmalıdır. Yəni, bunların arasında dəyişər. Sonra, baxın, servis topunu neyiniyir? Oyuna daxil edir. Görürsünüz, yerindən atır göyə vurur. Düzdür? Amma bu şəkildə baxın. Bu şəkildə. Fikir verin, qaçaraq, tullanır vurur. Ayaqlarına fikir verin, topu tullanıb vurur. Sonra, baxın, yerləşmə. Yer dəyişmə. Bax, 1 keçib 6-ya, 6 keçib 5-ə, 5 keçib 4-ə, 4 keçib 3-ə, 3 keçib 2-yə, axırda da 2 gəlib 1-in yiyinə. Aydın deyil müəllimdir?
Baxın, bax, 7 santimetrlik xətdir bu. Lentadır. Niyə 7 santimetrdir? Qoy onu deyim. Bunun içərisində tros gedir, müəllimlər. Tros gedir. Tros əli zədələməsin deyə o 7 santimetr olur. Yəni o biraz enli olur. Top tora dəyib rəqib zonasına, rəqib meydanına düşməyi qayda pozuntusu hesab edilmir, müəllim. Və voleybolda xətlər meydana daxildir. Xətlər meydana daxildir, yadınıza saxlayın. Nə deməkdir? Yəni, top xətdə cüzü belə 1% belə xətdə toxunursa meydanda sayılır. Xətdə, bax, bu xətti görürsünüz. Bu xətdə iynənin ucu qədər belə toxunsa xətdə sayılır. Düzdür, meydanda sayılır. Yəni, xət meydana nədir? Daxil hesab edilir. Aydındır. Topu yerlə təmas etməmişdən öncə əlinin üstü ilə, yəni topla yerin arasında əli olmaq şərti ilə yerdən götürə bilər. Baxın, uzanmış vəziyyətdə görürsünüz, topu qəbul edir. Bu da topun çəkisinin çevrəsini yazmaq üçün, yəni voleybol standartlara uyğun olaraq 200 nə qədərdir? 60, 280, 65, 67. Aydın deyil müəllimlər. İndi gedək müəllimlər nəyə? Deməli, o bir meydancıda izah edeyim sizə. Baxın müəllimlər, meydançanın bu hissəsində, yəni bu hissədə azad zona var. Azad zona 6,5 metr, 6,5 metr. Arxa xəttəndir, 6,5 bu hissədəndir, yəni boşdur bu. Bu hissə boşdur. Yan xəttən isə 5 metrdir müəllimlər. 5 metrdir. Məsələn, sənin komanda yoldaşın topu vurdu, top təsadüfən getdi çölə. Sən buradan qaçıb topu götürə bilərsən. Buna icazə verir. Bir də müəllimlər, yadınıza saxlayın. Rəqib zonasına keçməyə, rəqib oyuncularına mane olmamaq şərti ilə rəqib zonasına neyləyə bilərsən? Keçə bilərsən. Bu xətti keçməyə icazə verilir. Yalnız və yalnız rəqib zonasının oyuncuların zədələməyə, yəni onlara mane olmamaq şərti ilə. Aydındır. Bir dənə şey qaldı, onunla izah edeyim. Başqa nəsə yadıma düşsə, yenə izah edeyim. Deməli, baxın, müəllimlər. Üzr istəyirəm. Bu rəqib zonasına keçmək dediniz. Axı torun altında orada ağ xət var. Onun keçən kimi dərhal xal alınır, verilir qarşı tərəf. O necə olacaq? Bilsən nə xət keçirsən sən? Rəqib zonaların oyuncuları arxa zonalar, ön zonada heç kim yoxdursa, sən topu vurub ayağının ucu bu hissədən, yəni rəqib tərəfə keçibsə, ayağının biri öz meydanında. Demirəm ki, sən rəqibin zonasında dur günə. Ona icazə verilmir, bu təbiidir. Buna icazə verilmir. Amma sənin ayağın öz meydançondadır, amma az bir miqdarı keçib rəqibə mane olmuyor. Rəqiblə heç bir təmasın olmuyor, rəqibə manesiliyi yox. Tora toxunmamalısan da burada, eləmi? Yəni, tora toxunma olmaz, qətiyyən, bədən, əl. Qətiyyən, heç bir halda tora toxuna bilməzsin. Heç bir halda. Sonra, getdik indi nəyə? Nəyi dedik? Mən çıxdı, bizə sonra üzr istəyirəm. Gecikdirmə. Müəllimlər, biz dedik ki, servis gecikdirməsinə heç bir kart göstərilmir. Yəni, sorğusuz, sualsız bir hal və servis keçir rəqib. Bunu bilirsiniz. Düzdür. İndi sizə sual düşər ki, voleybol idman oyununda bir komanda servis topu 5 dəfə gecikdiribsə, 5 dəfə gecikdiribsə, servisdən gedir. Diqqətli olun, bax, servisi deyirəm. 5 dəfə gecikdiribsə, digər sual da buna bənzərdir, ona görə diqqətli olun. 5 dəfə servis topunu gecikdiribsə, rəqib komandaya neçə xal qazandırmış olur? Təbii ki, 5 xal. Bax, yazıram servis. Servis yazıram. Bir də deyirəm ki, rəqib 5 dəfə adi gecikdirmə. Adi gecikdirmə nədir? Məsələn, sən time-outdan gec qayırsın.
Məsələn, sən ayaqqabını açıb bağlayırsan, oyunun məqsədi, yəni məqsədin oyunu yuvatmaq. Aydındır. Bunlar olan. Avtomatik nə olur? Bunun birincisində sarı verilir. Sarı da heç bir cəza kəsb eləmir. Sadəcə xəbərdarlıqdır. Sarı kart, amma rəsmidir. Burada rəqibə neçə xal qazandırırsan. Birində sarı verilir, birincisində. Qalan dördündə qırmızı verilir. Hər qırmızı da bir xal və servis topu rəqibə verir. Burada sən 4 xal rəqibə qazandırmış olursun. Amma sənə sual düşər ki, servis topun neçə dəfə gecikdirəndə, məsələn 5 dəfə gecikdirmisənsə, neçə dəfə rəqibə neçə xal qazandırmış olursan. Bunun cavabı elə 5 dəfə servis topunu gecikdirirsə, elə 5 dəfə xal qazandırmış olur. Amma sənə sual düşər ki, servis topu yoxdur, deyər ki, voleybol idman oyunda 5 gecikdirmə varsa, rəqibə neçə xal qazandırmış olursan, bu 4 xal. Çünki bunun birincisində sarı kart verir. Digərlərində qırmızı kart, bir xal və servis rəqibə. Aydındır müəllimlər? Bu məhdudiyyət yoxdur. Bir şərt nə ki, məsələn, gedib dirəkdən tutub ayaqla topu qaytara bilmərsən, kimdənsə tutub ayaqla topu qaytara bilmərsən, yəni özü kiməsə belə deyək də söyküyüb ayaqla topu götürməyə icazə verilmir. Sərbəst halda götürə bilərsən. Bir də zəruriyyət yaranır. Elə mən elə ayaqla oynayım, elə şey yoxdur. Yəni sən əli ilə götürə biləcəyin halda ayaqla götürürsənsə, bu qayda pozuntusu hesab olunur. Niyə görə? Çünki elə lazım olsaydı, elə futbol kimi oynayarlar. Niyə görə əl topu deyirlər buna? Uçan top deyirlər. Yəni əllə bir oyundur. Yəni zəruriyyət yarandıqda ayaqla oyundur. Aydındır müəllimlər? Baxın, diqqətlə yadınızda saxlayın, ya da bunu yazın istəyirsiniz. Birinci, ikinci və üçüncü. Bir, rəqib səhvə yol verdikdə. Birinci, rəqib səhvə yol verdikdə. İkinci, rəqib cəza alan. Cəza, yəni qırmızı kart. Qırmızı kartda biz bilirik ki, bir xal və servis topu rəqibə keçir. Üçüncü, rəqib meydanına, qoyura birinci rəqib meydanına top düşdükdə. Aydındır. Bir, rəqib səhvə yol verdikdə. İki, rəqib cəza aldıqda. Üçüncüsü, rəqib meydanına top düşdükdə. Bunlardan müəllimlər, liberonun təşəbbüsü yalnız üçüncüyə aiddir. Rəqib meydanına topu libero saldıqda. Rəqib səhvə yol verəndə liberonun günahı yoxdur. Bu bir. Rəqib cəza alanda da liberonun günahı yoxdur. Yəni, bunlardan yalnız və yalnız rəqib meydana top düşəndə, yəni neyniyə bilərsən? Liberonun öz təşəbbüsü var. Bir də müəllimlər, bayaq yadından çıxdı. Blok qurma zamanı əgər 3 nəfər burada bloka qaldı, amma birinin əli topa məlum məsələdə top birinin əlinə dəyəcək. Birinin əli topa dəyirsə, bu olur tamamlanmış blok, bax bu. Tamamlanmış blok. Digər ikisi isə bloka təşəbbüs olur. Yadınıza saxlayın. Bloka təşəbbüs olur. Burada müəllimlər, qazanılan xala rally deyirlər, rally deyirlər, qazanılan xala. Beşinci setə isə tay birək deyirlər. Aydındır. Beşinci setə isə tay birək deyilir. Qazanılan xala rally deyirlər, amma beşinci set, yəni
Yəni, həlledici setdə deyirlər buna, tiebreakdə deyirlər. Aydındır, müəllimlər. Bura qədər sual olan. Müəllim. Hamı dedim də bıraxır. Məsələn, sağ komandasında... Bura qədər qalxmağı yadır. Yox, onun qalxmağının 2 xal fərqi ilə, 2 xal fərqi ilə. Hara qədər o maksimum qalxmağı mən deyə bilmərəm. Heç kimə deyə bilmərəm ki, məsələn, oyun 90-da bitdi. Deyə bilmərəm. Yadda saxlayın. 2 xal fərqi, məsələn, 23, 25 oyun bitə bilər. Məsələn, yox, əgər oyun 25-25-dirsə, 25-25-dirsə, neçə bitəcək? 27 bitə bilər. 27. Çünki 2 xal fərqi var. Və yaxud da ki, oyun, məsələn deyim, 81, elə deyək də, 81-dirsə, neçə bitə biləcək? Neçə bitə bilər? 81, 83, 2 xal fərqi var, görürsünüz? Yəni, belə oyun davam edir. Yəni, sizə oy deyə bilmərəm. Amma minimum deyə bilirəm. Minimum 25 xalı sən oynamalısın. 25'i oynamalısın. Minimum. Bir də müəllimlər, oyun zamanı 2 cür texniki məğlubiyyət var. 2 cür texniki məğlubiyyət. Bir, komanda 15 dəqiqə 15 dəqiqə gecikdikdə, bir də oyun zamanı meydanda 5 nəfər qaldığında, yəni 5 nəfərlə oyun avtomatik texniki məğlubiyyətə gedir. Burada da müəllimlər çıxan oyuncunun yerinə mütləq şəkildə oyuncu girir. Bir oyun ərzində də bir dənə şans yer əvəz etmə olur. Yəni, bir dənə oyun ərzində yalnız bircə dəfə icazə verirlər ki, əlavə bir dənə oyuncu, 6-dan əlavə 7-ci oyuncu dəyişikliyi olsun. 6-dan əlavə 7-ci. Aydındır? 7-ci oyuncu dəyişikliyi olsun və idmançı zədələnən zaman idmançının zədəsinin bərpası üçün 3 dəqiqə vaxt verirlər. 3 dəqiqə. Aydındır? Bura qədər sual olan məlimdir. Bax, müəllim, 15 dəqiqə sən, mən gəlmişəm A komandasıyam, gözləyirəm zalına, düzdür? Sən B komandasısan, gəlməmisən hələ. Sənə hakimlər 15 dəqiqə gözləyir, görür gəlmişsən, avtomatik mənə xalı verirlər, mənə. Qalib olaraq verirlər, qalibə 3 xal verir, sənə də 0 xal. Çünki sən nəyin ki, hələ 2 set, yaxud da 1 set oynamaq, sən oyuna gəlmirsən. Və birdən sizə anladarlar ki, oyuna məsələn 5 nəfərlə gələndə də texniki məğlubiyyət verirlər. Müəllim, 15 dəqiqə gecikəndə də 5 nəfər, məsələn, bizim komanda yoldaşlarımızdan biri Müslüm müəllimdir. Müslüm müəllim deyir ki, Müslüm müəllim, haradasan da gəl çıxdığında oyun başlayır. Biz 5 nəfər yox, düzdür? Müslüm müəllim deyir ki, mən düşmüşəm profiyə, hələ mən 20 dəqiqəyə yarım saata gələcəm, 30 dəqiqəyə gələcəm. Düzdür? Müslüm müəllimi də 15 dəqiqə gözləyirik. Bu 5 nəfər də 15 dəqiqə gözləyir. Dəxli yoxdur. Yəni, komanda 6 nəfərlə, tam heyətlə meydanda olmalıdır ki, 6 nəfər, yəni əsas oyuncu ilə meydanda olmalıdır ki, oyun başlasın. Yoxsa oyun başlamır. Aydın. Topun hava atmosferi var. Onda deyim, birdən bilirəm, imtihanın içəsi bir şeydir, ola bilər də uşaq soruşar, böyük soruşar, kimsə qarşıda sıfar soruşar. Baxın, 0 topun hava atmosferindən gedir. 0-300 və 0-325 olur. Yadınıza saxlayın bu 0-300-0-325 olur. Yəni, bir atmosferdən, yarım atmosferdən aşağı olur. Yəni, çox yüksək atmosferdə olmur. Aydın olduğu müəllimlər.